Bu videonu izledikdə bişirdiyiniz yemeğin ne kadar tehlikede olduğunu göreceksiniz. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Yəqin ki, hər evdə alüminium qablar var. Həm qablar, həm də qaşıqlar və ya çəngəllər. İlk növbədə başlamaq üçün hansı kimyəvi elementin alüminium olduğunu anlayaq. Gümüşü ağ metaldır, təbiətdə oksigen də silikondan sonra üçüncü ən çox yayılmış metaldır. Bədəndə bir neçə vacib rol oynayır. Sümük və bağ toxumasını bərpa edir, həmçinin həzm fermentlərini və paratiroid bezlərinin funksiyasına təsir edir. Beləliklə, bu və ya digər şəkildə demək olar ki, bütün insan orqanlarında olur. Eyni zamanda istifadəyə xüsusi ehtiyac yoxdur. Alüminiuma olan ehtiyacımız qida, hava və ya su ilə tam təmin olunur. Bu halda əldə edilən alüminiumun yalnız 2-4% bədən tərəfindən mənimsənilir. Müntəzəm olaraq yeməklə alırıq və bu metaldan hazırlanmış bir qabda bişirmək lazım deyil. Alüminium qablara gəldikdə onları yalnız keçən əsrdə hazırlamağa başladılar. Alüminium ucuz olduğu üçün korroziyaya uğramır. Paslanmır, yüngül və yüksək istilik keçiriciliyinə malik olduğu üçün tez bir zamanda populyarlıq qazandı. Təəccüblü deyil ki, bugün bütün əsas qab növlərini alüminiumdan, qaşıqdan tavaya qədər almaq olar. Alüminium qablar ekstrüdə edilə və tökülə bilər. Birincisi daha ucuzdur, ikincisi daha etibarlıdır. Korroziyaya qarşı müqavimət qabların oksigenlə qarşılıqlı əlaqəsi zamanı onların səthində əmələ gələn filmlə müəyyən edilir. Bu filmi daha qalın etmək üçün ondan məhsulların istehsalında metal xüsusi olaraq oksidləşir. Ancaq bu film bu qədər etibarlıdırmı? Və qablardan alüminium insan bədəninə girərsə, nə baş verir, necə təhlükəlidir? Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə sağlamlıq üçün nə qədər risklidir. Alüminium qablarda bişirilən yemək hər hansı bir qoruyucu film məhv olmağa meyillidir. Nə qədər davamlı olsa da köhnəlir. Bundan əlavə, ən çox evlərimizdə nəsildən nəslə ötürülən qablar olur. İndiki vaxtda alüminium qablar nadir hallarda yeni alınır. Bu metal beyin toxumasında toplandığı üçün təhlükəlidir. Nəticədə o illiklər sonra insan beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Qocalıqda demansa əlaqələndirilə bilər. Bir dəfə alüminium qabdan yemək qorxulu deyil. Birbaşa zəhərlənmə olmayacaq, amma bunun bütün həyatınız boyunca etməyinizə qətiyyən dəyməz. Diyetoloqun sözlərinə görə, xüsusilə yumurta kimi məhsulların bu tip qablarda bişirilməsi arzu olunan deyil. Əsas təhlükə alüminium qabların üzərindəki qoruyucu oksid qatının zamanla zədələnməsi ilə bağlıdır. Cızıq, əzik və aşınmaların nəticəsində bu qat sıradan çıxdıqda metal qida ilə birbaşa təmasda olur. Mütəxəssislər bildirir ki, yüksək temperatur, duzlu və turş mühit alüminium qidaya keçməsini daha da sürətləndirir. Yumurta adətən duz əlavə olunmuş suda qaynadıldıqdan bu şərait alüminium ionlarının suya keçmə ehtimalını artırır. Əgər qaynama zamanı yumurtanın qabığı çatlayarsa, həmin maddələr zülal və sarıya qədər nüfuz edə bilər. Mütəxəssislərin sözlərinə görə alüminium tərkibli qidaların uzun müddət və müntəzəm şəkildə qəbul edilməsi mədə-bağırsaq problemlərinə, sümük toxumasının zəifləməsinə, böyrək xəstəliyi olan şəxslərdə isə zəhərlənmə riskinin artmasına səbəb ola bilər. Dəyərli izləyicilər, sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək Allah amanında.